Hər gün test edirik. 13-cü gün. Qədim Hindistan və qədim Çinə aid olanları müəyyən edirik. İlk dövlətlər eramızdan əvvəl 3-cü minillikdə yaranması, Aşoka tərəfindən vahid şəkildə birləşdirilməsi, eramızdan əvvəl 6-cı əsrdə Budizm dininin meydana gəlməsi, qədim Çinə aiddir. Eramızdan əvvəl 4-3-cü əsrlə vuruşan padşahlıqlar dövrü adlanırdı. Heroqlif yazıdan istifadə olunurdu. Eramızdan 214-cü ildə İpək yolunun salınması. Burada götürəcəyik B, C, A, B. D bəndi. Uyğunluq pozulmuşdur. Kompas Çində yaranıb, şahmat Hindistanda yaranıb, ruhlara inam Hunlarda olub, mixi yazı Şumerlərdə yaranıb, çay bitkisi isə Misirdə yaranmayıb. Buna görə burada D bəndini götürürük. Çünki uyğunluq pozulmuşdur deyir bizə. Eramızın əvvəllərindən baş verməmişdir. Eramızdan əvvəl baş verməmişdir. Misir Romanın əyalətinə çevrilmişdir. Bu eradan əvvəl baş verib. Hun dövləti eradan əvvəl parçalanıb. Çində qırmızı qaşlar üsyanının baş verməsi. Bu bizim erada baş verib. Ümumiyyətlə Çində həm sarı sarıqlar, həm də qırmızı qaşlar üsyanı bizim eramızda baş vermişdir. Sağ olun, gələn videolarda görüşənədək. Bundan başqa qeyd edim ki, tarix sürət qrupuna ödənişli şəkildə qatıla bilərsiniz. Bunun üçün Instagram səhifəsini izləməyi və mənə oradan yazmağı unutmayın.